Salam, The State of Engineering izləyiciləri. Bugünkü həmsöhbətiniz mən Ayçən Həmidova. Energetika sahəsində 9 ildən çox olan təhsilim və eləcə də bu sahədə olan 10 ildən çox təcrübəm mənə həyatımızın bütün məqamlarında enerjinin bütün növlərinə nə qədər ehtiyacımız olduğunu göstərdi. Və əgər bu mövzu bu qədər vacibdirsə, deməli enerjinin müxtəlif növlərinə xüsusi qayğı və qənaətlə yanaşmalıyıq. Ona görə də bugünkü mövzumuz enerji effektivliyi ilə bağlı olacaq. Enerjinin effektiv istehlakı nədir? Enerjinin effektiv istehlakı dedikdə biz əlimizdə olan enerjinin daha ağıllı istifadəsini nəzərdə tuturuq. Və bu mövzu bugün ona görə bu qədər aktualdır ki, uğurlu bir sabah üçün dayanıqlı enerji əslində bir seçim deyil, bir zərurətdir. Enerjinin effektiv istehlakı nədir? Əlimizdə olan az miqdarda enerji ilə daha çox faydanın əldə olunması deməkdir. Bu, həm enerjiyə qənaət, həm də enerji israfının qarşısının alınması ilə əlaqəlidir. Eyni zamanda biz enerji xərclərini azalda, ətraf mühitə olan təsirləri minimuma endirə bilər və eləcə də ölkənin energetikasının dayanıqlılığını artıra bilərik. Bir sözlə, enerji effektivliyi hər hansı bir məhsulun və ya xidmətin istehlak olunan enerjiyə nisbətidir. Enerji resurslarından səmərəli istifadə dedikdə isə bu enerji mənbələrinin iqtisadi cəhətdən uğurlu istifadəsi nəzərdə tutulur. Əlbəttə ki, burada fərdlərin və bizneslərin rolu böyükdür, amma eyni zamanda dövlət yanaşmasının da bu strategiyada əvəzsiz rolu var. Bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən qanunlar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndinə əsasən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanun mövcuddur. Bu qanun bu sahədə fəaliyyət göstərən dövlət qurumları, hüquqi və fiziki şəxslərin fəaliyyətini və onlar arasında olan münasibətləri tənzimləyir. Eyni zamanda dövlətin bu məsələyə olan hüquqi təşkilatı və iqtisadi yanaşmasını araşdırır. Və dövlət tərəfindən yerinə yetirən bu strategiyaların əsas məqsədi əlbəttə ki, dayanıqlıq vəziyyətinin artırılması və eləcə də bu sahədə layihələrin yerinə yetirilməsi üçün təşviq edici proqramların yerinə yetirilməsidir. Və sözsüz ki, bu sahədə kadr hazırlığının da rolu vacibdir. Qeyd edilənlərin uğurlu tətbiqi üçün əlbəttə ki, müəyyən bir hüquqi bazaya əsaslanan normativ sənədlər mövcud olmalıdır və ölkəmiz bu məqsədlə beynəlxalq təcrübədən də istifadə edir. Bu strategiyaları yerinə yetirmək üçün müəyyən bir büdcəyə ehtiyac var və bu məqsədlə Enerji Effektivliyi Fondu yaradılmışdır. Enerji Effektivliyi Fondu qeyd olunan layihələrin maliyyələşdirilməsinə əsas tutur və bu məqsədlə bu sahədə fəaliyyət göstərən bizneslara, hüquqi və fiziki şəxslərə müəyyən subsidiyaları və qrantları ayırır. Eləcə də güzəştli kreditlər və pilot layihələrin yerinə yetirilməsi üçün dəstək olur. Bəs bu Enerji Effektivliyi Fondu hardan maliyyələşir? Bunun üçün müxtəlif dövlət qurumları və eləcə də beynəlxalq statuslu şirkətlər tərəfindən müəyyən ayırmalar və subsidiyalar verilir. Digər tərəfdən enerjinin satışından əldə olunan vəsaitlər bu fonda köçürülür. Hüquqi və fiziki şəxslərin könüllü ianələri və sairə mənbələrdən, yəni qanunla qadağan olunmayan mənbələrdən Enerji Effektivliyi Fondu formalaşır və maliyyələşdirilir. Qeyd etdiklərimə qulaq asanda elə görünür ki, enerji effektivliyi sahəsi əslində çoxlu maliyyə dəstəyi və büdcə tələb edən bir sahədir. Amma bu məsələyə biraz başqa aspektdən baxdığımız zaman görərik ki, əslində enerji effektivliyi biznes sahələri üçün gələcəyə yatırılmış bir investisiyadır. Xırda bir nümunə istəyərdim diqqətinizə çatdırım. Elektrik enerjisi qədər su enerjisi də bizim üçün vacibdir və biz suyu həyatımızın demək olar ki, bütün məqamlarında istifadə edirik. Və bütün bu su təchizatı məsələsi, yəni əhalinin su ilə təchiz olunması, içməli suyu nəzərdə tuturam. Daha sonra meliorasiya və su varma məsələləri, eyni zamanda kanalizasiya tullantıları və həmin bu tullantıların təmizlənmə qurğusu ilə bağlı bütün məfhumlar həmin bu agentliyin idarəçiliyi altında birləşib. Və təsadüfi deyil ki, həmin bu agentlik ölkə üzrə ən böyük enerji istehlakına malik olan bir qurumdur. Qeyd etdiklərimi nəzərə alsaq, bu qədər enerji istehlakının çox olması normal görünə bilər. Amma əslində burada bəzi məqamlar da mövcuddur. Əgər mühəndis yanaşması düzgün olarsa və bu obyektlərdə diaqnostika, təhlil və detallı yanaşma aparılarsa, əslində avadanlıqların bəzən istismar şəraitinə uyğun olmayaraq istifadəsinin şahidi olmuş ola bilərik. Bu nə deməkdir? Əgər hər hansı bir avadanlıq öz istismar müddətini keçibsə və yaxud düzgün istismar olunmursa, təbii ki, şəbəkədən sərf edəcəyi enerjinin miqdarı da
daha çox olacaq ki, bu da itkilərin olmasını göstərir. Amma əgər buna detallı yanaşma olunarsa və avadanlıqların iş proseslərində müəyyən optimizasiya məsələləri aparılarsa, düzgün işləməsinə nəzarət olunarsa, enerji istehlakında kifayət qədər nəzərə çarpan nəticələr görmək mümkündür. Bu hal-hazırda SOCAR Green şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında imzalanan razılaşmaya görə yerinə yetirilən bir layihədir və yaxın zamanda bu müəssisələrin birgə işi nəticəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində enerji istehlakının azaldılması nəzərdə tutulur. Enerji effektivliyi sahəsində mühəndislərin düzgün yanaşmasına dair başqa bir nümunə isə elektrik veriliş xətlərinin monitorinqi üçün istifadə olunan avadanlıqlarla bağlı ola bilər. Biz hər birimiz bilirik ki, elektrik enerjisini evimizdə istifadə edə bilmək üçün və yaxud başqa sahələrdə istifadə edə bilmək üçün elektrik veriliş xətlərinə ehtiyac var. Və bu elektrik veriliş xətləri bizim evlərimizi və sənayemizi elektrik enerjisi ilə təmin edən bir hissədir həmçinin. Və əgər bu elektrik veriliş xəttində hər hansı bir nasazlıq olarsa, əlbəttə ki, bu istifadəçilərin enerjisində fasilənin yaranmasına gətirib çıxaracaq. Bu fasilələr olmasın deyə xəttlər vaxtı-vaxtında monitorinq olunmalıdır, müşahidə olunmalıdır və hər hansı bir nasazlıq və yaxud bir problem olduğu təqdirdə dərhal aşkarlanmalıdır ki, fasilələr olmasın. Bu yerdə də yenə də mühəndislər pilotsuz uçuş aparatlarını xətlərin monitorinqi üçün istifadə etməyi təklif etmişdilər. Bu böyük üstünlüklərə gətirib çıxarır. Beləliklə, hər hansı bir xəttəki olan nasazlığı ənənəvi üsulla aradan qaldırmağa çalışdığımızda biz həmin sahəyə müəyyən operativ briqada göndərməliyik, onları nəqliyyat vasitəsilə təmin etməliyik ki, bu da əlbəttə ki, bilirik ki, nəqliyyat vasitələrinin hərəkətə gəlməsi üçün onlar yanacaqdan istifadə edirlər və bu da həm ətraf mühitə olan mənfi təsirlərə səbəb olur. Digər tərəfdən işçilər hər hansı bir kilometrlərlə uzanan xətti monitorinq etmək üçün kifayət qədər vaxt sərf edirlər ki, bu da bəzi problemin həll olunmasında bəzi gecikmələrə səbəb olur. Amma mühəndislərin məhz pilotsuz uçuş aparatlarını, yəni dronları elektrik veriliş xətlərinin monitorinqi üçün istifadəsini təklif etmələri nəticəsində biz böyük faydalar əldə etmiş oluruq. Həm bunun üçün istismar xərcləri azalır, həm bu əməliyyatı yerinə yetirmək üçün sərf olunan müddət azalır və beləliklə də ətraf mühitə olan təsirlər də minimuma endirilir. Qeyd etdiyim kimi, enerji effektivliyi peşəkar mühəndis qayğısı tələb edir. Amma bununla bərabər vətəndaşlarımızdan da enerjiyə qənaətlə yanaşmaq və onu effektiv istehlak etmək tələb olunur. Bilirik ki, evimizdə bir çox məişət cihazlarını istifadə edirik və məişət cihazları müxtəlif güclərə sahibdir və biz onların hər birini müxtəlif müddətlər aralığında istifadə edirik. Soyuducu üzərindən nümunə gətirmək istəyərdim. Düzdür, soyuducu gücü elə də çox olan bir qurğu olmasa da 24 saat fəaliyyət göstərdiyinə görə bizim aylıq enerji istehlakımızda kifayət qədər yer tutur. Ona görə də bu haqda qısa məlumat vermək istərdim. Əgər biz soyuducuları düzgün istifadə etmiriksə, məsələn, qapılarını çox müddət açıq saxlayırıqsa və yaxud kipləşdiriciləri saz vəziyyətdə deyilsə və yaxud da ki, hər hansı bir bişmiş yeməyi dərhal soyumadan soyuducuda yerləşdiririksə, bu soyuducunun daha çox enerji istehlak etməsinə səbəb olur. Məsələ burasındadır ki, soyuducunun içərisində olan kompresor soyuducunun içərisində olan temperaturu sabit saxlamaq və qorumaq üçün daha çox enerji sərf edir. Bu da bizim aylıq istehlakımızda özünü göstərir. Əslində, enerjidən effektiv istehlakı bir həyat tərzimizə çevirməliyik. Çünki hər hansı bir nailiyyətə nail olmaq onu qorumaqdan və onu davamlı etməkdən daha mürəkkəb görünsə də, əslində daha uğurlu nəticələrə gətirib çıxarır. Ona görə də fərd olaraq hər birimiz bunu diqqətdə saxlasaq, böyük qlobal nəticələrə gətirib çıxara bilər bu. Bundan əlavə, məişətdə istifadə etdiyimiz cihazların müəyyən etiketlənmə sinifi mövcuddur. Etiketlənmə sinifi nədir? Bu alıcılara və istifadəçilərə istifadə etdikləri avadanlıq haqqında məlumat ötürür. Yəni, bu avadanlıq enerjidən nə qədər səmərəli və nə qədər qənaətlə istifadə edir. Bəlkə də bunu çoxumuz hər hansı bir məişət cihazını əldə etdiyimiz zaman görmüşük, amma diqqətimizdən qaçıb. Bu nə deməkdir? Bu texniki bir sənətdir. Harda ki, E hərfindən C hərfinə qədər sıralama mövcuddur və E hərfini göstərən işarə və eləcə də tünd yaşıl rəng bu avadanlığın daha səmərəli istifadəsi haqqında alıcıya məlumat ötürür. Daha üstün qənaət sinifinə malik olan cihazların üzərində isə A+, A++ və digər işarələr görə bilərik. Mənzilimizin içində olan qənaət
qənaətdən əlavə biz ümumiyyətcə binaların tikintisinə, binaların yerləşməsinə və burada istifadə olunan materiallara da diqqət ayırmalıyıq. Bunun üçün müəyyən standartlar mövcuddur. Bu standartlara LEED standartını nümunə göstərə bilərəm. Bu standart Leadership in Energy and Environmental Design standartıdır, hansı ki, enerji və ətraf mühit dizaynında liderlik adında bir standartdır və bu standarta əsasən binalar tikilən zaman uyğun izolyasiya materialından istifadə olunaraq tikilməlidir. Məsələn, izolyasiya üçün istifadə olunan materiallar daha çox selüloz olsa yaxşıdır. Poliestirol, poliuretan və digər materialların istifadəsi xaricdə olan temperaturun kənara çıxmasının qarşısını ala bilər. Bu həm istiliyin, həm də soyuğun saxlanılması ilə əlaqəlidir. Çünki biz enerjinin effektiv istehlakı dedikdə təkcə elektrik enerjisini nəzərdə tutmuruq. Bura istilik enerjisi də daxildir və istilik enerjisi də kifayət qədər bizim istehlakımızda yer tutan bir anlayışdır. Bu məqsədlə bir çox binalarda, məsələn, ticarət mərkəzlərində, mollarda və s. fırlanan qapılardan istifadə olunur. Fırlanan qapıların da əsas məqsədi daxildə olan temperaturun kənara çıxmasının qarşısının alınmasıdır. Çünki bilirik ki, gün ərzində bu cür mərkəzlərə yüzlərlə insanlar daxil olurlar, çıxırlar və bu da əlbəttə ki, uzun müddət qapının açıq qalmasına səbəb ola bilərdi ki, bu da daha çox istehlaka gətirib çıxarar. Ümumiyyətcə, dünya təcrübəsində əhalinin enerjidən effektiv istehlak etməsi üçün bir çox motivasiya və maarifləndirmə tədbirləri yerinə yetirilir. Bunlardan biri haqqında sizə məlumat vermək istərdim. Yaponiya inkişaf etmiş ölkədir və bu ölkədə enerjinin pik istifadə olunduğu vaxtlarda xüsusi endirimlər olunur. Mollarda, ticarət mərkəzlərində, əyləncə mərkəzlərində, kinoteatrlarda və s. Burada məqsəd nədir? Deyək ki, hər hansı bir insan öz evində oturur və elektrik enerjisindən istifadə edir, isitmə sistemindən istifadə edir, hər hansı bir filmə baxmaq üçün televiziyadan istifadə edir və s. Amma qeyd etdiyim mərkəzlərdə pik saatlarda endirim olunduğu vaxt, yəni hər kəsin evdə olduğu vaxt endirim varsa, insanlar istər-istəməz bu cür mərkəzlərə üst tuturlar və fərdi olaraq evdə istehlak etməkdənsə enerjini, həmin bu yerlərdə enerji kütləvi şəkildə istehlak olunur. Misal üçün, kinoteatrda göstərilən filmə 5 nəfər də baxsa eyni qədər enerji sərf olunar, 100 nəfər də baxsa eyni hal olar. Amma fərdlər fərdi olaraq öz evlərində televizordan istifadə etdiyi zaman ölkənin ümumi enerji istehlakında müəyyən fərqlər və artımlar müşahidə olunur. Beləliklə, evimizdə istifadə etdiyimiz cihazların seçilməsi, həmin bu cihazlardan rasional istifadə olunması, işıqlanmaya edəcəyimiz diqqət, sensorlardan istifadəmiz enerji istehlakımızı kifayət qədər azaldar. İşıqlandırma üçün biz aydın məsələdir ki, lampalardan istifadə edirik. Lampa seçimi də enerji istehlakımıza təsir göstərir. Misal üçün, bəzən düşünülə bilər ki, lampanın gücü nə qədər çoxdursa, deməli onun verdiyi işıq da o qədər çoxdur. Əslində bu belə deyil. Hər bir lampanın işıqlanma dərəcəsini göstərən vahid onun lümen dərəcəsidir. Və eyni bir lümeni, deyək ki, halogen lampalar 100 vatla verə bilirsə, hal-hazırda istifadə etdiyimiz LED lampalar bu lümen dərəcəsini 10-12 vatla verə bilir. Ona görə də lampa seçiminə xüsusi diqqətlə yanaşmalıyıq. Ümumiyyətlə, bizim hər birimizin fərd olaraq edə biləcəyi bu çox sayılı yanaşmalar bir fərqə, bir nəticəyə, enerjinin qorunmasına gətirib çıxarar. Ona görə də düşünürəm ki, biz yaratdığımız problemləri, onları yaratdığımız üsulla həll edə bilməliyik. Ona görə də yanaşmamızı dəyişməliyik. Çünki biz enerjidən diqqətsiz və qənaət etmədən istifadə etdiyimiz təqdirdə biz təbii sərvətlərin yandırılmasına səbəb olacaq. Təbii sərvətlərin yandırılması nəticəsində isə ətraf mühitə atılan tullantıların sayı çoxalacaq və əgər ətraf mühitimiz kifayət qədər sağlam deyilsə, bu da öz nəticəsini bizim sağlamlığımızda göstərəcək. Ona görə də gəlin hər birimiz enerjinin effektiv istehlakına nəzarət edək və uğurlu nəticələr əldə edək.